namaz bizim yaranışımızın hikmətidir, yaranışımızın fəlsəfəsidir. Məsələn, bir qələm yazmadığı təqdirdə onu kənara qoyarlar. Niyə? Çünki qələmin funksiyası yazmaq, pozanın funksiyası pozmaq olduğu kimi, insanın da xilqətinin fəlsəfəsi, hikməti Rəbbimizin də buyurduğu kimi məhz namazdır. Ona görə də namazın əhəmiyyəti, onun tarixi, mənşəyi, hikmət və fəlsəfəsi, əhkamı və s. bu mövzu ilə əlaqədar biz çalışırıq ki, müxtəlif istiqamətlərdə təkrar olmadan sizinlə söhbət edək. Namaz şəriətimizdə elə bir yerə sahibdir ki, bəlkə də digər fiqhi hökmlər arasında ən çox hökmü olan məhz namaz əməlidir.